İslamda insanların cümə günü məscidə toplaşmasının cəmiyyətə nə faydası var? Namazı niyə evdə qılmasınlar? Çünki cümə günü təkcə ibadət günü deyil. Bu, insanlara qonşularını, məhəllə sakinləri və digər dindaşlarını görməyə, tanımağa və bir-birlərindən hal-əhval tutmağa imkan verir. Bu, cəmiyyətdəki bağlılığı və mehribanlığı artırır. Məsciddə zəngin kasıb, böyük-kiçik fərqi yoxdur. Hamı eyni səfdə çiyin-çiyinə durur. Bu, bütün müsəlmanların bərabər olduğunu əyani şəkildə göstərir və sosial ədalət hissini gücləndirir. İmam tərəfindən oxunan xütbələr müsəlmanlara aktual dini mövzularda, əxlaq prinsiplərində, ictimai məsələlərdə və gündəlik həyatla bağlı məsələlərdə dini biliklər və nəsihətlər verir. Xütbə eyni zamanda cəmiyyəti maraqlandıran ümumi problemlərə, məsələn, zəlzələ, aclıq, iqtisadi vəziyyət kimi hallara diqqət çəkmək və çözüm yolları göstərmək üçün bir platformadır. Bu, cəmaatın şuur səviyyəsini yüksəldir. Cümə namazı sadəcə bir namaz deyil, İslami bir ictimaiyyət formalaşdıran və onu yaşadan bir ibadətdir.